Xoş gəlmisiniz dostlar TechPro kanalına. Bu videoda Technospark 42 adlı telefon incələyirik. Sizdən bir xahişim var dostlar. Bu da odur ki, video keçməmişdən əvvəl bu videoya like ataraq kanala abunə olmağı unutmayın. Və biraz dizaynla danışaq dostlar. iPhone görünüşü var telefonda, amma görünüşünə aldanmayın. Bu bir təbii ki də iPhone deyil. Ön tərəfindən aşağı hissəsini görəndə görərsiniz ki, burada qalın bir çərçivə sizin qabağınızdadır. Və IPS ekranı görmək olur. Burada ön kamerası nə boydadır. Bu da demək olar ki, telefon boyda bir ön kamerası var. Amma arxa tərəfdən pis görünmür. Uzaqdan amma iPhone-da da elə bilərsiniz odur. Amma deyil. Yəni 4G-ni dəstəkləyir dostlar telefonumuz. Və dostlar telefon yəni 200 qramlıq bir telefon olduğu üçün biraz ağır ola bilər. IP64 sertifikatı var və 1.5 metrə qədər dayana bilir. Yəni düşəndən. Sadəcə telefon su sıçramalarına qarşı dayanıqlıdır. 120 Hz IPS LCD ekranı mövcuddur və bu ekran HD+'dur. 260 nit parlaqlığa və 84.2 ekran gövdə nisbətinə sahibdir. Burada da görmüş olduğunuz kimi qeyd olunubdur, baxın. Android 15 və Helio G81 prosesorundan 12 nanometrlik arxitektura ilə gəlir bu telefonun prosesoru. A75, A55 nüvələri burada görmüş olduğunuz kimi var və 2 GHz Mali G52 MC2 ekran kartı mövcuddur. Dostlar, yəni burada 256 GB yaddaş, maksimum 8 GB RAM-la gəlir. Bu da çox da bir şey deyil, amma necə deyək, yavaş sürətdə, yəni elə güclü sürət deyil bu. eMMC 5.1 olmalıdır, səhv eləmirəmsə. 13 megapiksellik arxa kamerası yaxşı şəkilləri gündüz vaxtı çəksə də gecə vaxtı heç nə çəkmir. Ön kameramız isə 8 megapikseldir və video çəkir. Ancaq 1080p 30 fps, 720p 30 fps ön kamerası çəkir. Dostlar, yəni burada nə də olsa cüt dinamik qoyublar heç olmasa. Bu da telefonun cüt dinamik olduğuna görə yaxşı səs çıxışı ola biləcəyi anlamına gəlir. Və qulaqçıq girişi də mövcuddur. NFC təbii ki də yoxdur, çünki bu olduqca ucuzdur. 300 manata kimi qiyməti var telefonun. Barmaq izi yan tərəfdə yerləşdirilib. Bu da ekranın IPS olmağından irəli gəlir. Bəzi AMOLED ekranlarda da görmək olur, ancaq bu IPS ekran olduğuna görə çox vaxt belə olur. 6000 mAh-lıq batareya və 18 Watt-lıq zaryadka ilə gəlir. Telefonun əksik tərəfi, yəni zaryadkasının həm aşağı sürətli olmağı və batareyanın çox böyük olmağından irəli gəlir. Və telefonun antux xallarına gəlib baxaq. Dostlar, 363.458 xaldır. Bu da çox bir istifadəçi üçün işə yaramaya bilsə də, gündəlik istifadəçilər üçün yəni yaxşıdır. Niyə görə yaxşıdır? Çünki YouTube və Instagram olsun, istəyir WhatsApp olsun, siz əgər gündəlik yüngül proqramlardan istifadə edirsinizsə, bu da sizin necə deyək, tələbatınızı qarşılayır. Ancaq ki, batareyanın məsələn hisinməyi və zaryadkasının nə qədər düşməyi önəmlidir burada. 1 saatlıq testin ardından görmüş olduğunuz kimi bu neçə saatlıq testi baxaq görək. Burada göstərməsə də, bu Antutu benchmark testidir. 7% zaryadkamız aşağı düşüb testin axırında və 9 dərəcəlik bir istilik yüksəlişi burada mövcuddur. Bu da telefonun həqiqətən isindiyini, nəyə görə isinir? Bu da çoxu. Çünki batareya prosesorumuz 12 nanometrdir. Bu da köhnə bir quruluşa malik olduğunu göstərir. Dostlar, videodan bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Videoya like ataraq kanala abunə olmağı da unutmayın. Çox sağ olun.